hər bir cəmiyyətdə və hər cəmiyyətin bölgələrində bir kişi obrazı, bir qadın obrazı formalaşır. Deyir, məsələn, kişi yəni filan xüsusiyyətlərə sahib olmalıdır. Qadın yəni filan xüsusiyyətlərə sahib olmalıdır, düzdür? Bu xüsusiyyətlər hər cəmiyyət daxilində, hər bölgədə formalaşan bu xüsusiyyətlər bəzən hüquqların tapdalanmasına gətirib çıxarır. Məsələn, indi tutalım şərqlə qərbi müqayisə eləsək, şərqin öz içərisində, qərbin öz içərisində bölgələri müqayisə eləsək, hətta bir ölkənin daxilində gəlib o bölgələri müqayisə eləsək, məsələn, götürək Azərbaycanı. Azərbaycan bütün bölgələrində gender anlayışı, kişi-qadın anlayışı eyni deyil. Məsələn, Bakıda bir cürdür, bölgələrə gedəndə, rayonlara gedəndə tamam başqa cürdür. Orada elə stereotiplərlə qarşılaşırsınız ki, insan dəhşətə gəlir ki, yəni bu şey bizdə, məsələn, Bakıda, Şəkidə normal qəbul olur, amma burada anormal qəbul olur. Bunlar nədir? Bunlar sosial anlayışlardır, sosial, belə deyim, rollardır ki, siz o cəmiyyətdə ki, doğursunuz, dünyaya gəlirsiniz, o cəmiyyət tərəfindən o rol sizə yüklənir.